Uşağın yaddaşını zəiflədən, beyninə zərərli 4 qidanın adını açıqlayacağam. Əziz valideynlər, bu videonu yaxınlarınıza mütləq göndərin. Birinci qidamız uşaqlarınıza hər gün faydalı bilib aldığımız şəkərli içkilərdir. Bəli, çöplü şirələr, qazlı rəngli içkilər, ümumiyyətlə şəkərli sular uşağın qan şəkərini tez qaldırıb, sürətlə də salır. Nəticədə uşaqda diqqət dağınıqlığı, əsəblilik, tez yorulma halları yaranır. İkinci qidamız isə marketlərdə satılan çipsi və digər paketləşdirilmiş qəlyanaltılardır. Bu məhsullarda faydalı maddə az, süni dadlandırıcılar və zərərli yağlar çox olur. Uşaq doysa da bədən üçün lazım olan omega 3, dəmir və digər vitaminləri bu qidalardan ala bilmir. Üçüncü qidamız isə qarşısında hər gün növbədə durduğumuz fast foodlardır. Bəli, uşaq bu yeməklərlə sadəcə qarnını doydurur. Beyin az qalır. Çünki fast foodun tərkibində beyin üçün faydalı bir dənə də olsun maddə yoxdur. Dördüncü qidamız isə şirniyyatlardır. Palma yağlı şokoladlar, tortlar, peçenələr. Bu məhsullar çox veriləndə uşaq normal yeməkdən uzaqlaşır. Yumurta, balıq, ət kimi beyin üçün vacib qidaları yemək istəmir. Bu da yaddaş, diqqət və öyrənmə prosesinə mənfi təsir göstərir. Əziz valideynlər, çalışın uşaqlarınızı həftədə 3 dəfə balıq yedizdirin. Əgər uşaqlarınız balıq yeməkdən imtina eləyirsə, balığı sevmirsə, mənim sizə tövsiyəm dünyada ən çox satılan balıq yağlarından biri olan Norveç istehsalı Easy Fish Oil məhsuludur. Bu məhsulun içərisində olan EPA və DHA yağ turşuları uşağın beyin funksiyalarını, zehnini, ürək, damar və göz sağlamlığını və immun sistemini dəstəkləyir. Easy Fish Oil digər balıq yağlarından üstün edən tərkibdə omega 3 ilə yanaşı D vitamininin olmasıdır. Easy Fish Oil məhsulundakı omega 3 yağı D vitamininin təsirini daha da artırır. Balıq yağı övladınızın beynini, D vitamini isə immunitetini qoruyur. Məhsulun digər bir üstünlüyü çeynənilə bilən jelatin tablet şəklində olmasıdır. Sirop şəklində olan balıq yağları qapağı açıldıqdan sonra oksidləşməyə məruz qalır, amma Easy Fish Oil-də isə çeynənilə bilən jelatin olduğu üçün hər istifadədə ilk günkü kimi təzəliyini qoruyur. Meyvə aromalıdır, tərkibində donuz yağı yoxdur. Norveç istehsalı olan Easy Fish Oil məhsulunu bütün apteklərdən və bir market tətbiqindən əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.